Akşamınız xeyir olsun değerli izləyicilərimiz. Biz sizi Ağdam rayon Təhlə qəsəbəsi uşaq bağçasından salamlayırıq. Xatırlayırsınızsa bir neçə gün əvvəl biz bu uşaq bağçası haqqında danışmışdıq və qeyd etmişdik ki, həmin bu bağçanın rəhbəri, yəni müdiriyyəsi və onun həyat yoldaşı, yəni əri bir yerdə çalışır. Birinci dərəcəli qohum olduğuna baxmayaraq. Lakin çox hörmətli Sənan müəllim qeyd etmişdi ki, birinci dərəcəli qohum eyni yerdə çalışa bilməz. Bax, buradan deyirəm, hörmətli Sənan müəllim, necə olur? Adları gedir, havayı, necə deyirlər, maaş alanlar. Bax, bu günlərim bu dövlətin inzibati binasını burada yiyəsiz qoyub gediblər. Mən bunun altını çizərək deyirəm. Biz, yenə deyirəm, Təhlə qəsəbəsində, Ağdam rayonu, Təhlə qəsəbəsində uşaq bağçasındayım. Və gəldik bura görək ki, həqiqətən deyilənlər öz əksini tapırmı və yaxud tapırmı? Mənim aldığım məlumata görə buranın, yəni bu bağçanın müdürü qeyd edir ki, mən çox savadlı insanam. Bax, buradan sizə deyirəm, hörmətli Təhlə qəsəbəsinin uşaq bağçasının müdiriyyəsi. Sizə səslənirəm. Siz savadlı adamsınız. Siz qanunları məndən də yaxşı bilərsiniz. Yəni, belə qeyd edirsiniz. Siz daha yaxşı bilərsiniz. Dövlətin inzibati binasını belə yiyəsiz qoyub getmək olarmı? Yəni, sizin bura təyin etdiyiniz gözətçi aldığım məlumata görə sizin öz həyat yoldaşınızdır. Bu günlərim o adam bura təhkim olunub, lakin yoxdur. Haradadır? Siz bilərsiniz. Bəlkə evdədir, bəlkə də ola bilsin evdədir. Mən sizin çox vaxtınızı almıram, elə operatordan kameranı alıb özüm çəkilişimi davam etdirmək istəyirəm. Zəhmət olmasa ver. Baxın, dəyərli izləyicilərim. Görürsünüz, bu kilit, birinci kilit. Bu ana qapıdır və keçirik növbəti kilidimizə. Bunu vurublar bura ki, yəni heç kəs gəlməsin, necə deyərlər. Havayı maaş alanlar, bu da bizim bağçamız. İndi yaxınlaşaq biz bura, geçək buradan inşallah. Ya, ah, bu qaydada yaxınlaşırıq. Dəyərli izləyicilərimiz, yaxınlaşırıq biz. Yaxınlaşaq bağçamıza. Mən sizə burada hər şeyi göstərəcəm. İlk baxışdan görək nələr var burada. Görürsünüz, bax, tam binanın qarşısındayıq. Biz lövhəni göstərək sizə. Köhnə lövhə. Baxırsınız, icra hakimiyyəti, Təhlə qəsəbə köçkün uşaq bağçası. Ancaq belə olmamalıdır, bax, belə olmalıdır. Bunu dəyişərsiniz. Əgər vaxtınız olsa dəyişərsiniz. İçəridə kimsə var, kimsə varmı? Qardaş, kimsə var? Baxın, heç kəs yoxdur. Göründüyü kimi, həmişəki kimi. Havayı maaş alanlar, yuxuda pul qazananlar. Buradan sözüm sizlərədir. Hardasınız? Sizə bu şəraiti kim yaradı axı? Çox maraqlıdır. Bizim hörmətli Gülzarə xanım. Sizə səslənirəm. Sağlam rəqabət deyirsiniz, aparaq. Sağlam rəqabəti nə ilə aparırsınız siz? Sağlam rəqabət aparan şəxslərin qarşısına siz bu plakatla mı çıxırsınız? Yoxsa bu gecə gözətçisi ilə çıxırsınız? Hansı fəaliyyətinizlə çıxırsınız? Bu sadəcə çöldə görsənənlərdir. Görək içəridə Allah bilir nələr baş verir. Xəbəriniz olsun. Görürsünüz, dəyərli izləyicilərimiz. Bax, budur. Kim şəraiti yaradıb, axı gecə gözətçisi bu vaxtı niyə yerində yoxdur? Niyə göz yumursan, ay sənə? Niyə? Baxın. Yaxınlaşırıq. Bir də plakatı göstərirəm sizə. Baxın. Bax, bu plakatı dəyişin. Dəyişin bu plakatı. Gecə gözətçisi. Dur.
Gəlmişəm, mən buradayam. Mən bir şey də qeyd edim, çox maraqlıdır. Bu Gülzarə xanım Qarabağ Regional Təhsil İdarəsində aldığım məlumata görə bağça müdirlərin işə qəbulu üzrə komissiyada oturur və eyni zamanda orada bağça müdirlərindən necə deyərlər, nöqsanlar axtarır. Başına dönüm sizin, sizə canım qurban mənim. Bəs sən hansı nöqsan axtarırsan? Sən özün görmürsən öz nöqsanlarını, gərək gələn mən görsə də, hə? Niyə dəyişmirsən bu plakatı? Niyə gecə gözətçin yoxdur yerində? Bunun adını nə qoyaq biz? Kim durur sizin arxanızda belə? Doğrudan uşaqlar, çox maraqlıdır mənim üçün. Mən hər bir sahədə işləyib pul qazanan görmüşdüm, amma yuxuda pul qazanan görməmişdim. Onu da bu günlərim gördüm. Sağ olsun Abbasov Tahir Sabiroğlu müəllim və bizim ixtisasca rabitəçi Sənan. Sizə də təşəkkürümü bildirirəm. Elə bu bağçanın müdiriyyəsi çox hörmətli Gülzarə xanıma da təşəkkürümü bildirirəm. Elə onun həyat yoldaşı İlqara da təşəkkür edirəm ki, bizim gözümüzü açdı. Artıq bir neçə şəxslər İlqarın yerində olmaq istəyəcək. Necə deyərlər, yuxuda pul qazanmaq üçün. Allah'a emanet olun.